Alimentdən yayılan şəxslər haqqında ümumiyyətlə qanuna uyğun olaraq hansı tədbirlər görülə bilər? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən məhkəmənin qərarını qərəzli şəkildə icra etməkdən yayınan şəxs 500 manatdan 1000 manata qədər miqdarda inzibati qaydada cərimə olunur və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla 1 aya qədər müddəti inzibati qaydada həbs oluna bilir. Eyni zamanda bildirmək istəyirəm ki, dəfələrcə şəxsin barəsində bu şəkildə məhkəmə qərarı olmasına rəğmən yenidən borcu ödəmir və borc məbləği şişməkdə davam eləyir və qərəzli şəkildə bu pulu ödəməkdən yayınır. Belə olan təqdirdə şəxsin barəsində icra məmuru tərəfindən material toplanılır, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilir və İstintaq İdarəsinin müstəntiqi tərəfindən müvafiq qaydada cinayət işi başlanılır və cinayət işinə görə məhkəmə hökmünü, məhkəmə qərarını, qətnaməsini icra etməkdən boyun qaçıran, yayınan şəxs artıq cinayət məsuliyyətinə cəlb olunur və cinayət məcəlləsinin 306-cı maddəsinə əsasən şəxs 2000 manatdan 4000 manata qədər cərimə cəzasına və ya 3 ilə qədər müddəti azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər müddəti azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Aliment deyəndə ümumiyyətlə ancaq pul nəzərdə tutulur, yoxsa məsələn tutaq ki, ata öz övladına hər hansı bir ərzaq, təhsil xərcləri ilə bağlı bir kömək eləməklə də bu aliment. Bunlar əlavə xərclər hesab olunurlar və yaxud da ki, tərəflər öz aralarında razılaşa bilərlər ki, məsələn, tutaq ki, bir dəfəlik ödəmə ilə kişi mülkiyyətində olan evi birgə nikah dövründən qabaq alınmış bir evi öz həyat yoldaşına güzəştə gedə bilir. Həyat yoldaşı da ondan yazılı ərizə təqdim etməklə alimentdən imtina eləyə bilir. Bununla bağlı bir xeyli məhkəmə təcrübəsi mövcuddur və rəsmi sənədlər də var bununla bağlı. Amma qaldı ki, o təhsil xərcləri ilə bağlı, əgər bu günlərim tutaq ki, deyirəm də, kişi aylıq stabil, məsələn, 500 manat alimentini ödəyir, qadın isə istəyir ki, övladı daha mükəmməl bir təhsil alsın və aparır hər hansı bir iri şəhərdə yerləşən X məktəbə adını yazdırır və onun da illik təhsil haqqısı 12.000 manatdır, 10.000 manatdır. Və məhkəmədə iddia qaldırır və atadan təhsil xərclərinə cəlb olunmanı tələb edir və bununla bağlı həmin məbləğin yarısını tələb edir. Mən hesab edirəm ki, bir vəkil kimi bu tamamilə əsassız bir iddiadır. Çünki bir halda ki, dövlət konstitusiyon olaraq üzərinə götürübdür ki, icbari təhsili hər bir vətəndaşa təmin etmək öhdəliyi vardır və bu günlərim özəl məktəbdə təhsilin alınması seçimdir. Amma dövlət məktəbində pulsuz təhsil icbaridir. Bu məsələdə hesab edirəm ki, ərlə arvad, yəni uşağın atası ilə anası birgə qərar verməlidirlər. Bir də cəmiyyətdə formalaşmış yanlış fikir ondan ibarətdir ki, aliment ödəyən şəxs uşaq universitetə daxil olduqdan sonra da 23 yaşına qədər ödəniş eləməlidir, aliment ödəməlidir və yaxud da ki, nə bilim, təhsil xərcləri ödəməlidir. Qanunda belə bir şey nəzərdə tutulmamışdır. 18 yaşına qədər ödənilir aliment. Yalnız və yalnız tələbə olan həmin övlad iddia qaldıra bilər ataya. Bu iddia da əsassızdır. Çünki qanunvericilikdə valideyn təhsili, belə deyim də, övladı üçün universitetə qədər təmin edir. Vicdanlı atalar ödəyir, imkanlı atalar ödəyir. İmkanı olub vicdansızlıq eləyən atalar ödəmir, kasıb, amma vicdanlı atalar isə çətin bir vəziyyətdə qalırlar.